Yok. Sadece bildim efendim. Bugün büyük bir gurur ve ferah hissiyle 8 Noyabr'ı Zafer Günü qeyd edilir. Bugün Azərbaycanın xalqının şanlı tarixində əbədi qalacaq bir gündür. 2020-ci ildə 8 Noyabr tarixində ordumuz, xalqımız, dövlətimiz Ali Başkomandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala son qoyaraq torpaqlarımıza azadlığı təmin etdi. Bu qələbə təkcə ordunun qələbəsi deyil, bu zəfər ordunun qələbəsi deyil. Bu xalqımızın birliyinin, milli ruhunun təntənəsidir. Qələbə uğrunda öz canlarını fəda etmiş şəhidlərin ruhu qarşısında baş əyirik. Eyni zamanda qazilərimizə öz təşəkkürümüzü çatdırırıq və onlara can sağlığı arzulayırıq. Şəhidlərin xatirəsinə bir dəqiqə sükutla qeyd edək. Allah rəhmət eləsin. Allah rahmet eylesin. Söz verilir hörmətli Zəlimxan doktora. Teşekkür ederim doktor. Çok hörmətli xanımlar, bəylər, kollegalar. 42 ildir burada çalışırıq. Hərəkətə də burada başladıq, mübarizə də burada başladıq. Havalığı da burada öyrəndik. Haqqı da burada öyrəndik. İnsanlara xidməti də burada öyrəndik və yaxşı bir, şərəfli bir yol keçmişik. Düzdür, nəsil dəyişir, köhnələrdən deyəsən bir-iki nəfər qalır.
Bu bilsin nəyin, bu gün nəyin nişanəsidir. Bu millət heç zaman işğal altında yaşamağa razılaşmıyor. 200 ildir bölünüb, amma haqqı uğrunda Güneydə, burada istiqlal uğrunda mübarizəsini aparıb, qanlar verib, ancaq geri çəkilməyib. Ziyalılarımızı qırıblar, 37-ci ildə repressiyalara məruz qayıblar, eyni zamanda yeni müasir ziyalılar yetişib. Xud Məmmədov, Bəxtiyar Vahabzadə, İsmail Şıxlı, Nurəddin Qasımov və bu kimi nəhəng deməli dissidentlər, Xəlil Rıza Ulutur və gəldi ora çatdı ki, biz bu bağı park açanda yəni ki, yadınızdadır, Qarabağ İstiqlal Parkı adını qoyduq ki və and içdik ki, Qarabağ hökmən azad olacaq. Onda deyirdilər ki, mümkün deyil azad eləmək. Bu millət bu işğala dözməyəcək, Paşinyanların gəlib Qarabağda at oynatmasına dözməyəcək. Nəhayət doktorun dediyi kimi o millət iradəsini ortaya qoydu, ordusunu yetişdirdi, siyasi mühiti doğru dəyərləndirdi. Ordumuz ən modern bir silahlarla silahlandırıldı. Taktik olaraq üstü təyinatlarımız Şuşada böyük qəhrəmanlıq tarixi yazdılar. Hələ dünya hər mütəxəssisləri bunu arayırlar ki, bu nə idi görəsən. Və o cümlədən bu iki bayrağa ağız büzənlər var idi. Amma bu iki bayraq Türk dünyasının, bu bölgənin, coğrafyanın və dünyanın, hətta Avropanın təhlükəsizliyi üçün o qədər mükəmməl birlikdir ki, həm də bizim içimizdə olan, bu dövləti sevən, bütün etniklərə, bütün fərqliliklərə nicat yoludur, gələcək yoludur. Biz də daxil olmaq şərti ilə. Ona görə o günümüz millətin qürurudur. İdeallarımızdan biri reallaşıb və mən 9-u haqqında da bir söz deyəcəm. Ayın 9-u bayraq günümüzdür. Bayraq günü də nə baş verir? 1918-ci ildə 9 noyabrda bayraq rəsmi təsdiq olunmuş, üç rəngli bayrağımız. Bir kərə yüksələn bayraq bir daha enməz deyən Böyük Məhəmməd Əmin Rəsulzadənin o vəsiyyətini yerinə yetirdi müasir nəsil. Gətirdik bu bayrağı təzədən milli bayraq elədik və 9-u noyabrda o tarixlə bağlıdır. Biz varisiyik. Biz kimin varisiyik? Məhəmməd Əmin Rəsulzadələrin varisiyik. Biz kimin varisiyik? Demokratik Müsəlman dünyasında və Türk dünyasında demokratiyanın babası olan babalarımızın varisləriyik və Azərbaycan bundan sonra yeni hədəfləri var. Azərbaycanın yeni hədəfləri nədir? Bütöv vətən idealı. Mən hətta deyirəm ki, Qarabağ istiqlalı həll olubdur. Suverenliyimiz təmin olunub, deməli, böyük vətən idealımız var. Böyük Turan idealımız var. Qafqazın birliyi idealımız var, demokratiya idealımız var. Bax, bu yolda Tanrı bizlərə yar olsun, bayramımız mübarək olsun. Bugün evdə imkanınız olanda, bugün sabah plov pişirin, qonaqlıq eləyin, biraz mayası olacaq, amma o şərəfli günü uşaqlarımıza, çocuklarımıza çatdırın. Çatdırın, bu bayrağı 50 ilə qeyd eləyək. Poliklinikamızda da bu birlik, vəhdəti qorumaq lazımdır. Niyə görə bizim vəhdətimiz olanda uğur qazanmışıq. Biz bölünəndə itirmişik hər zaman. Və sonda çox vaxtınızı almayayım. Mən bir dəfə də demişdim bunu. Yenə də özüm bir əsərdən şeirzad yazıram. Bir şeirimin bir bəndini deyəcəm. Çox qürurlu vətəndaşam, od alovam, təməl daşam, haqq yolunda enməz başam, bu bayraqların kölgəsində, bu bayrağın kölgəsində. Gününüz mübarək olsun. Zafer gününüz mübarək olsun. Torpağımız işğaldan azad olundu. Onlar 30 il oturdu, neynədi? Heç nə, ancaq dağıtdılar. Amma 5 il ərzində boynuna düşür. İnşallah bu vəzifənin də öhdəsindən qürurla gələrik. İnşallah o günlər olar gedib o torpaqların da canlandığını, həyatın bərpa olduğunu görərik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən də bütün Azərbaycan xalqını bu möhtəşəm qələbə və üzümüzə gələn bayraq bayramı münasibəti ilə təbrik edirəm. Siyahlar